Az gör nə günə qalmışam. Bizim pullarımızı məmurlar yer. 5 qəpik tapmışam, ona da sevinirəm. Min bərəkət. Ne tatlısınız. 5 qəpik. Vallahi Allah haqqı bu bizim üçün dünyadır anam. Dünya. Çöreğin üstündən bir 5 qəpik əksiyi olanda üstünə qoysan ki Allah saat çox şükür çörək tapdıq yeməyə. Heç olmasa bunu da olsa məmur əlimizdən almayacaq. 41 yaşlı Ruhiyyə Rüstəmova Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyində dalandar vəzifəsində çalışır. Deyir, rəsmi iş vaxtının səhər saat 7-də başlamasına baxmayaraq, onlardan saat 8-ə qədər işlərini bitirmələri tələb olunur və buna görə də hər səhər saat 4-də hələ dan yeri sökülməmiş işə başlamalı olur. Yenə video çəkirəm, zibili necə topalamışam. Bu nənəmin təndiridir. İlk günündədir. Bu mənəm. Ruhiyyə Rüstəmova deyir, işə qaranlıqda başladığı kimi elə qaranlıqda da bitirir. İşini ağırlaşdıran səbəb isə müdürünün ondan öhdəliyində olmayan küçələri süpürməyini tələb etməsidir. Amma bu